Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Azərtac xəbər verir ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar 15:00-a olan son məlumatlara əsasən 61 nəfər xəsarət alıb, 41 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Zəhmət olun müsafiyə çəkinin. Biraz zəhmət olun müsafiyə. Bunların 17-si bir saylı kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə, 4 nəfəri elmi tədqiqat travmatologiya və ortopediya institutuna, 2 nəfər 6 saylı Birləşmiş Şəhər xəstəxanasına, 1 nəfər isə yanıq mərkəzinə yerləşdirilib. Ölənlərin sayı 15 nəfərdir. Digər yaralılara isə Bakı şəhər təcili və təxirə salınmaz tibbi yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Sevda Cəfərova, Hümmət Məmmədov.